I was trying to think. Mən bir fikirləşdim. Marküz üçün ən önəmli olan şey nə idi? Mənim dostum dedi ki, cavab olaraq, mənə ciddi bir şeydir. Həqiqətən də sənin üçün önəmli olan nə idi? Mən həqiqətən də düşündüm. Çalışdım ki, bilim ki, Marküzü qabağa aparan nə idi? Mən belə ifadə edərdim ki, nəticə olaraq, Marküzü Marküz edən, onu olduğu kimi edən və eyni ilə gələcəkdə belə qalmasını təmin edən tək şey mənim insanlara kömək etməyə olan can atmağımdır. Sizə qarşı tam səmimiyəm, tam dürüstəm. Həqiqətən də budur cavab. İnsanlara qarşı olan can atmağım. Mən həqiqətən bunu çox sevirəm. Həqiqətən də çox səmimi qəlbdən sevirəm. Now, Çoxları anamın həyat hekayəsini tanıyır və sözsüz ki, bu artıq çəkisi olan insanlara kömək etmək istəyimin yaranmasına çox güclü bir impuls olmuşdu. Bu istək həm də böyüdüyüm şəraitlə bağlıdır. Anamın həyat asan olmayıb. Öcək atam haqqında çox danışmaq istəmirəm. Yoxsa psixoloq divanına uzanmalı olaram. Amma o çox qəddar bir insan idi. Bu qədərini deyə bilərəm sizə. Mən də, anam da pis davranırdı ikimizə də. Biz hələ kiçik olanda belə, yəni mən kiçik olanda anama qarşı çox pis rəftar edirdi. Təxminən 9 yaşlarımdaydım. O andan etibarən anama baxmaq, ona kömək etmək və evimizdə yaşayan həmin o pis insanın onu qorumaq məcburiyyətində qalırdım. Tez-tez məktəbi buraxmalı olurdum ki, evdə təmizlik edim, yemək hazırlayım, hər şeyi qaydasına salım, sadəcə o adam əsəbləşməsin və anamı döyməsin deyə. Yəqin ki, elə uşaqlıqdan insanlara kömək etməyə can atmağım buradan qaynaqlanır. Bu hisslərin çoxu 9 yaşımdan yaşadıqlarımdan irəli gəlir. Məhz bunlar məni arıqlamaq istəyən insanlara, həmçinin maliyyə müstəqilliyi qazanmaq istəyənlərə kömək etməyə sövq edir. Bu istək mənim xarakterin bir parçasına çevrilib. Kökləri uşaqlıqdan gəlir və bu günə qədər məni irəli aparan əsas ən güclü hərəkət verici qüvvə məhz budur. Mənə elə gəlir ki, insanlar bu daxili gücü hiss edirlər. Bunu tez-tez deyirlər. Allahım, mən onu cəmi 2 dəqiqə görmüşəm. Özü də səhnədə idi. Mən də məlum olur ki, biz onunla artıq 14 ildir tanışıq. Mən çox şeyi babamdan miras almışam. Babam da elə bir insan idi. O yer üzündə tanıdığım ən gözəl insan idi. Hər kəsi açıq qucaq dolusu qarşılayırdı. Bu sadəcə inanılmaz idi. Mən də bu keyfiyyətdə ona miras almışam və düşünürəm ki, insanlar Marküzlə tanış olanda bunu hiss edirlər. Əgər siz də mənim hisslərimdən ruhlansanız, dağları yerindən oynada bilərsiniz. Siz möcüzələr yarada bilərsiniz. Mənim harada olduğum, kim olduğum və bu həyatda başıma gələnlər, bunların hamısı bir möcüzədir. Məni gələcəkdə gözləyənlər də, sizi gözləyənlər də sadəcə fantastikdir. Əgər siz də mənim hisslərimdən ruhlansanız, bizi böyük işlər gözləyir. Bu məhsullarla, amma təkcə məhsullar yox. Bu məhsulların insanlara verdiyi imkanlarla. Bu bənzəri olmayan satış marketinq planı olan hisslərdir. Amma təkcə plana deyil, onun insanlara verdiklərinə də olan hisslərdir. Əgər siz məhsula, insanlara olan hisslərimi bölüşsünüz, çox böyük nailiyyətlər əldə edəcəksiniz. Əgər siz insanları mənim sevdiyim qədər heç olmasa təxminən sevəcəksinizsə, biz çox böyük uğurlara imza atacağıq. Bəzən məni çox narahat edir ki, insanlar marketinq satış planına baxıb qorxuya düşürlər. Çünki onların komandasındakı insanlar böyüyür və onlar da belə bir düşüncə yaranır. Aman Allahım, məni tezliklə xəttimdən çıxaracaqlar. Çünki mənim adamım artıq ən yuxarı təbəqəyə yaxınlaşır. Bu səhv düşüncədir. Çox səviyyəli marketinq sisteminin sadəcə axmaq bir mifidir bu. Güya kimsə səni qeydiyyatdan keçirir, sən isə bir nəfəri qeydiyyatdan keçirib ömrünün sonuna qədər rahat yaşayırsan. Mənim təcrübəmdə isə hər şey belə olmayıb. Mənim gördüyümə görə nə qədər çox işləyirsənsə, bir o qədər çox qazanırsan. Dayanmadan işləsən, gəlirlərin artmaqda davam edəcək. Sadəcə etməli olduğun tək şey həvəsini itirmədən etməli olduğunu et və fasiləsiz çalış. Bir şeyi mütləq yadda saxlamalısınız. Ola bilər ki, sizin bir insanı müəyyən səviyyəyə qalxmaqda köməklik etmisiniz. Amma onun milyoner timdən prezident timə keçməsi sizin birbaşa zəhmətiniz demək deyil. Əgər bir insana milyoner timdən prezident timə keçibsə, bu onun birbaşa dəli kimi özünü işə verməsi ilə olub. Bundan sonra da dəli kimi işləmək lazımdır, bunu unutmayın.
Sizin insanınız pillə-pillə yuxarı qalxır və bu zaman hesabınıza xeyli royalty, bonuslar, gəlirləri daxil olmağa başlayır. Hesabınızda baş verənlərə görə kainata, Allaha şükür etməlisiniz. Çünki sizin insanlarınız böyüdüksə, siz öz biznesinizdə, planınızdakı faizlərinizi qazanırsınız. Komandanız sizdən yuxarı qalxanda onlara paxıllıq etmək düzgün deyil. Əksinə onlar üçün sevinməli, onları dəstəkləməli və uğurlarını ürəkdən sevinməlisiniz. Allahım, Markusun prezident Team Group nişanını ona taxanda nə qədər çox sevindiyimi təsəvvür belə edə bilməzsiniz. Mən hər birinizin sinəsində belə bir nişan görməyi xəyal edirəm. Bugün gördüyünüz o 40 prezident Team bu nişanlarını aldı. Mən də belə bir nişanı hər birinizin sinəsinə taxmaq istəyirəm. Onun sinənizdə görmək istəyirəm. Mən sizə inanılmaz bir hissdən danışım və o $4000 doğrudan da bahalı olan Bataga kostyumunu alıb, geyinib və onu nişanla dəyişmək nə qədər xoş bir hissdir, bilirsiniz? Bəli, bu heç də pis görünmür. Smokingdə bahalı atlası daha qəşəng görünür. Çünki izi ömürlük qalır. Qısacası birinci yerdə məndə xəyallarımı reallaşdıracağım tutku durur. Bu arzunu həyata keçirmək. Bu mənim tutkumdur. Və elə ölçülərə çatıb ki, inanın, bizi sizinlə birlikdə inanılmaz bir gələcək gözləyir. İkincisi, bu ruh halıdır. İşlər yaxşı gedəndə hər kəsin ruh halı yaxşı olur. Təbii ki də belə vəziyyətdə bu çox asandır. Amma vacib olan odur ki, işləriniz o qədər də yaxşı getməyəndə, hətta pis olanda, bərbad olanda belə yaxşı ruh halını qoruyub saxlayasınız. Xatırlayın ki, əvvəl vaxtlarda mən Don Great ilə həmişə fəxr edirdim və onun şirkəti boom səviyyəsinə qaldırmaqda belə mənə kömək edəcəyini düşünürdüm. O biznesdən çıxdı və nə etdi? Bütün insanları öldürdü, itirdi, özü ilə bir yerdə apardı. Bu mənim təqdimatlarıma təsir etdimi? Etdi təbii ki də. İnsanların sayı anidən 60-dan 20-yə düşdü. Siz o vaxtlar mən nə hiss edirdim? Bir də düşünün ki, o zaman bizdə nə broşur var idi, nə jurnal. Ümumiyyətlə demək olar ki, heç nə yox idi. Bizdə cəmi bir neçə balaca şüşə qabda məhsul var idi və o mənim ciddi şəkildə ümid bağladığım yeganə insan idi. Sizcə Mark o zaman özünü necə hiss edirdi? Dəhşətli şəkildə pis. Yazın, Mark çox pis olmuşdu. Mən onu 3 dəfə qeydiyyatdan keçirmişəm və hər 3 dəfəsində mən özümü çox pis hiss edirdim. Mən sizə deyirəm, bir neçə gündən sonra mən onu 4-cü dəfə qeydiyyatdan keçirəcəm. Demək olar ki, bir neçə gündən sonra olacaq. Mən bilmirəm hansı dəfə olacaq, amma biz onu əldə edəcəyik. Son bir il ərzində mənim həyat yoldaşımla münasibətimizdə kifayət qədər gərginlik yaşayırdıq və bunu heç kim bilmirdi. Siz bilirdiniz? Mən deyim bu sualın cavabını. Bilmirdiniz. Buna görə həmişə yaxşı halınızda olmalısınız. Qorumalısınız yaxşı ruh halınızı. Kral pis əhval-ruhiyyədə ola bilməz. Heç nəyə yolunda getmədikdə, pis gündə keçirdikdə, ailə problemləri olduqda və ya çətin vəziyyətdə olduqda öz hisslərini göstərməməlidir. Kral mənfi enerjini xaricə çıxarmamalıdır, ötürməməlidir. Və bilirsiniz nə var? Öz vətəninizdə siz krallar və kraliçalarsınız və sizdə mənfi enerjinizi xaricə çıxara bilmə haqqınız yoxdur. Çünki sizin insanlar sizi izləyir, sizi üzərinizə baxır, nə etdiyinizi izləyirlər və hansı intriqa, nəyin baş verdiyini görürlər. Onlar sizin ruh halınıza baxırlar və sizin həmişə hazır cavablarınızı olmalıdır. Əlinizdə hər problemə qarşı həmişə həll yolları olmalıdır. Mən demirəm ki, sizdə problem olmayacaq, amma bu problemlərlə necə davranacaqsınız, necə həll yolu tapacaqsınız? Məsələ budur. Siz daha çalışqan olacaqsınız və daha hər yerdə dairəvi nişanlarla gəzəcəksiniz. Biz dəli kimi çalışacağıq.